Heç görmüsünüz ov itini məsciddən uzaq. O ov iti deyir, nə qədər ac da olsa, sahibinin verdiyi əmrlərə itaətsizlik eləmir. Düzdür. O iti göndərir, gedir, ovu ki vurub, onu gətirir, qoyur onun qabağında. Ac deyir, heyvan acdır, onu yiyə də bilər. Belədir, amma onu yemir. Gətirir, qoyur onun qabağında. Öz quyruğunu da biraz buluyur, o tərəfə tərpədir ki, mən əmrə itaət elədim. İndi mənim mükafatımı ver. Deyir, yaxşı, gəlin. Ayəni oxuyan kimi Allah insanı təhqir eləyib, heyvan deyib, heyvandan da aşağı səviyyədə deyib. Bizim insanlar nə qədər biz Allaha qarşı itaətkarıq. Bizim sahibimiz də Allah da belə deyir. İnna lillah və inna ileyhi raciun. İt öz sahibinə o qədər vəfalıdır ki, ac da olsa ona xəyanət eləmir. Biz nə qədər öz Rəbbimizə xəyanət edirik. Biz nə qədər bir-birimizə xəyanət edirik. Biz nə qədər bir-birimizin malına, mülkünə göz dikirik.